علی فصاحت، علی بلاغت، علی کرامت مولا. اعوذ بالله من الشیطان الرجیم. بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین بارئ الخلائق اجمعین. باعث الانبیاء و المرسلین. خالق السماوات و الارضین. ثم الصلاة و السلام علی سیدنا و مولانا ابی القاسم محمد و آله الطیبین الطاهرین المعصومین و لعنة الله علی اعدائهم اجمعین من الآن الی لقاء یوم الدین. اللهم كن لوليك الحجة ابن الحسن صلواتك عليه على آبائه في هذه الساعة في كل ساعة عليا وحافظا قائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك طوعا وتمتعه فيها طويلا وهب لنا رأفته ورحمته ودعاه بخيرا ما ننال سعة من رحمتك وفوزا عندك وأقبل علينا بوجهك الكريم برحمتك يا أرحم الراحمين. سلامت امام زمان علیه السلام. صلوات السلام. ارواح مطهرات محمد و آل محمدی صلوات یاد الیا. ارواح جمیع انبیاء، اولیاء، اوصیا، شهدا، صدیقین، صالحین صلوات یاد الیا. Ölən üləmaların ruhin, müştəhidlərin ruhin, zəmvatlarımızın ruhin, valideynimizin ruhin, zəvil hüquq, xüsusən əsatid, şühəda, salavatla yad eləyək. Salli ala Muhammed, ali Muhammed. Şəhid iki bugün şəhərdə təşkil oldu, onun da ruhin yad eləyək, İmam-ı Şühəda. Hazreti İmam'ın da ruhunu yad edeyim, salavat ihsan edeyim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Selameti ulemâ-i a'lâm, esatid, merac-i izam, selameti xatir, selameti maqam muazzam rehberi, salavat ihsan edeyim. Bəhsimiz bu idi ki, Allahın verdiyi nemətlərindən gərək müraqibət eləyək.
əlimizdən getməyə. Nemətin bəqasında insanın qabiliyyəti şərtidir. Allah neməti verək, amma saxlamağı bizim öz əlimizdədir. Gərək özümüzdə bir liyaqəti ola, o nemətlər əlimizdən getməyə. Ta ki biz bu aləmdə tali tapaq, kəmal tapaq. Çün insanın cismi bir bəstərdir, bir məhəllidir, yerdir. İnsanın ruhi istedadları şükufa gəlməyə, özün görsətməyə. İnsan gərək bu cismin yola sala, yol yerdi də ta ki ruh insan yol yeriyə. Mərkəb bu cismidir də. Əmirul Müminin Nəhcül Bəlağədə buyuruyor: "Xuzu min əcsadikum fəcudu biha əla ənfusikum." Əmirul Müminin buyuruyor, bu cismlərinizdən götürün, cavad olun və öz canınıza bu cismizdən xəşdün, cud edin. Yəni insan gərək özü-özünə cavad ola. Bu sifət-i cavadı insan tapar. Əvvəl cavad olmaq buradadır ki, insan öz cismindən, öz canına xəşdiyə. O adam ki, öz cismindən, öz canına xəşləməyib, o adam aləmdə hərgiz cavad ola bilməz. Cud əhli ola bilməz. Səxavət əhli ola bilməz. Özünə səxavət eləməyibsən. Adam ki, özün yaddan çıxardıb, özü yadına düşməz. Fəcudu biha əla ənfusikum, la təbxəlu biha ənhu. Və Həzrət buyuruyor ki, bəxil də olma ona. Bu xəşləməkdə bəxil olma, nə qədər əlindən gələk xəşləcinə. O ki, Allahın nemətlərin aləmdə zayə elək və niqmət olək, təvəccüh insandır aləm cismaniyyətinə və xastahay cismaniyyətinə. İnsan aləm cisminə təvəccüh elək və onun istədiklərin istəyib verə, ondan nemətlər, niqmətə təbdül olək. İnsan məsir-i taalidən, məsir-i tohiddən, Allah yolundan insan çıxı eşiyə. Təvəccüh eləyəndə aləmi cismaniyyətinə, saxlı insanı aləmi mənadən. در حالی ki bu cism özü bəstər ruhdur. Yəni, bu cism lazımdır insan yücəlməyə. Bizim həqiqətimiz bu cismin içində böyüyük. Bu cism olmasaydı həqiqətimiz və ruhumuz böyüməzdi. Hər istedadı ki ruhi insanda var, o istedada xatir Allah ruh dedi özümdəndir. Nəfəxtu fihi min ruhi. Allah buydu ruh özümdəndir. O istedada xatir, o quvviyə xatir Pərverdigar-ı aləm özünə nisbət verdi. O istedad vücuda gəlməz, o istedad özün görsətməz, məgərin ki, insan bu cismin mərkəb verə ruhinə. Onda o istedad özün görsədik. Hədis vardı Peyğəmbər-i İslamdan, Həzrət buyureylər, ma təqərrəbə əbdun iləllah
bi şeyin ahabbe ileyhi minel məş. Əcib hədisdir və gözəl hədisdir. Bu hədisdə insanın bir dənə yol yeriməyin üstünə hesab açıbdır. Piyade yol yeriməyin üstünə hesab açıbdır. İnsan piyade yol yeriyə, səvarə yol yeriyə, hamısının hesabı var. Əcib budur bu hədisdə. Demək ki, belə əmal-ı müstəhəbbinin içində filan əməl insanı məhbubu pərverdigari aləmlər. Yox. Buyuruq, piyade yol yerimək o qədr insanı Allaha yoxunladı, Allahın nəzərində məhbubtərin şey piyade yeriməkdir. Əcib daha piyade insan yeri. Ma təqərrəbə əbdün iləllah. İnsan Allaha yoxunlaşmayıbdır. Bir şeyinlə əhəbbə iləyhi minəl məş. Məhbubtər ola Allaha piyade yeriməkdən. Piyade yerimək insanı müqərrəb eləyib pərverdigarı aləmə. Bu nə piyade yeriməkdir? Nə qədər məş var yerimək aləmdə batildir. Yəni hətta bir piyade yeriməyin də gərək səmt ilahi tapa, səmt-i suyu tohid tapa. Bir dənə yol yeriməyin bir dənə yol yerimək gərək insanın səmt-i suyu tohid tapa. Piyade yeriyək, amma Allah üçün yeriyəsən. Allah üçün yeriməyə bir dəfə budur ki, qədəmi qururla qoymaysan, kibirlə qoymaysan. Qay bəzi adam görəysən yol yerindən deşmək, sağ cınağına baxsın, sol cınağına baxsın. Qay görəysən bəzi adamlar məsələn bir nəfəs verəklər, nəfəslərindən mutlu nəfəs çəkəklər. Qay görəysən bəzi adamlar elə ortların doldurəklər, məsələn yellə bir, ham qururla onun qururun nişan verək. Qay insan bir məşq eləyək, əlləzinə yəmşunə aləl ərzı ona. İbadur rəhmani, Allah bəndələrin vəsf eləyəndə, o bəndələr ki ibadur rəhmandır, yəni Allahın rəhmətin zayi eləməyiblər. Allah deyir ibadur rəhman. Rəhməti ilə onları pərvəriş veribdi. Onları tərif eləyəndə Allah neçə sifət bəyan eləyir ibadur rəhmanə. Cümlə buyuruyor ki, o sifətlərdən biri budur ki, əlləzinə yəmşavnə ələl ərzı havna. Onlar ki, yeryüzündə piyade yeriyəylər, təvazu ilə. Elə bil piyade yerimə insana təvazu gətirir. Maşinlə, atla adama qurura düşək. Piyade yerimə adamı sındırır, təvazu gətirir adama. Görəysən, bir dənə addi piyade yeriməklə hara çatarsan tam maşinlə yeriməyə. Təvəccüh eləysən üçün insanın ürəyi yol yeriyir. Hər yandakı cism getdi, xidmət ruhə insan ürəyi yol yeriyir. İnsan tərbiyyəti xiyal tapır, tərbiyyəti əql tapır, tərbiyyəti qəlb tapır. Bu üç şey görə insan tərbiyyət eləyir ta insan ola. Peyğəmbər Allahla danışanda deyir, səcədə ləkə xiyali. Mənim xiyalım da sənə səcdə eləyir, əqlim də sənə səcdə eləyir, ruhum da sənə səcdə eləyir. Peyğəmbərin səcdəsinə bax ha. Bizim namaz qılan olsa cismimiz səcdə eləyir, xiyalımız öz üçün görək. Bilirsən, namazı qılır, xiyalımız öz üçün görək. Gedib bazarda ticarətin eləyik ondan, maşinin minib sürək. Davasını eləyik, görəksən, namaz üstə tərəfindən davasını eləyik tərəfindən. Qahi ona bir yumruq vurur, ona bir yumruq vurur, namazın üstündə. Amma zahirən də insan namaz qılır da. Görəksən, insanın xiyalı getmiyor Allah səcdiyə. Xiyal öz için görür. Bu xiyal cüz-i vücud insandır. Xiyalı ki pozmaq olmaz. İnsan
aləmi mənaya da gedəndə o xiyalla gedik. Həmin zərfi xiyalı gedik aləm mənadan çıxarı gətirik. Amma üçün tərbiyət eləməyi bilə umurat-ı dünyəvidən çıxmayı. Məşğul umurat-ı dünyəvidir. Adlı şeylərdir. Umurat-ı dünyədir. O adlı şeylər onu saxlayıbdır. Yuxarı gedə bilməyir. Amma Peyğəmbər İslam buyuruyor, səcədə ləkə səbadi və bəyazi və xiyali. Peyğəmbər buyuruyor, mənim o aləmi sifidim, aləmi xiyalim, aləmi ki sifid, siyahdır, yəni aləmi nasutun, cismim, ta tamam mərahil vücud insan ki, insan aləmi təbiət var idi, aləmi misal var idi, aləmi təcərrud. Hamısı sənin qabağında səcdiyə gedik. Hamısı Allahın qabağında səcdiyə gedik. Tərbiyyət olunmuş insandır da. Hər kəs gedə bilməz ki. Xub, pəs insanların yeriməyi budur ki, əlləzinə yəmşəunə ələl-hərzi ohana. Biri də yol yeriyəndə təvazunə yol yeriyəylər. Təşəbbürlə yol yeriməylər. Allah Quranda buyuruyor, innəkə lən təxriqil ərz və ləm təbluğul cibalə tuğlan. Niyə belə gərdəni yuxarı çəkəysən? Qoy belə möhkəmə yersin. Nə yeri cıra bilərsən, nə gərdanın dağa çatar. Sən kiçik bir mövcudsan. Dağı keçməyəcəksən. Fərverdiqar aləm bir şeysən. Kiçik bir mövcudsan. Allah axırda insanın qəddini kaman eləyib, qoca kişi. Şey. Qoyu kənara. Onda adam özün tapıyıq, bəli, çox adam onda da özün tapıyıq. Qoy insan qocalıqda bəhtərət cavanlığı olur. Cavanlıq yenə insan plazada bənd olmayır. Özün tərbiyyət eləməsə qocalıqda bux sorağına gəlir. Bəxiltərin adam olur. Əfxəlun nas olur. İnsan hər mərhələdə ki, özü tərbiyyət eləyər. Bu aləmdə bir mərhələ yoxdur. Gerçi bir iddə qocalıqda özlərini tapəylər, deyilər, Əbdülməlik ibn Süleyman ki, xəlifəyi Bəni Üməyyə idi, Şamda məscid-i Öməvidə bir qoca kişini gördü ki, namaz qılı ələyəqdə titrəyək, o mərəzdə tutaylar, adına nə mənə deyil o mərəzün? Rəşət tutaylar, bu bədəni, ələyəqdə belə titrəyə namaz qılı, qoca kişiyə dedi, nədən, gölün istəmək, öləsən, rahat olasan. Ələyəqin titrəyə ölüb ki, adam istəmək ki, dedi, yox ki, ölüm istəmək ölməyə. Dedi, niyə ki, ölüm istəmək? Dedi, buna xatır ki, cavanlığı bir pozduğum getdi, qurur-i cavani, kibr-i cavani, həvəs-i cavani, vəhm-i cavani ölübdir. Əl-an oturuyəm, zikr deyəm, əyqa duruyəm, şükr deyəm. Bu iki sifətə xatır deyəm, Allah qocalığımı saxla, tapmışam. Oturuyəm, zikr deyəm, duruyəm, şükr deyəm. Və şükürü neymət Allah. Qoy insan o qocalığı da saxlamaq. Əgər qocalıqda insan tapdı, fəhmi oldu, özü də Allahın neymətidir. Qoy insan qocalıqda da başa düşmür. Yəni qocalığın nə də görəysən orada öz aləmi xiyalindədir ki, ərz edim, dedi, o tərəf deydi, bir qoca xanım gördüm, elə Kanadada itlə gəzəydi, dedim, iti o, asansör dedim, iti özvə çək, özvə, mənim üstümü nədisələr, gördüm, itinə deyib, oğlum ceyhanım. Dedim ki, nə vaxtdan bu oğlu doğursan sən? Dedi ki, bu oğuldan da yaxçıdır, ərdən də yaxçıdır, elə bu cür. Yəni, buhran-ı məhəbbət, insan vaxtı ki, tərbiyyət olunmadı ilə qaldı o cür, olar da, nə olsa olar. İnsan gərək özün tapaq, qaça özün tapmağa. Məsələn, görəysən, bir dənə cavanlı, qulaq asın bu bəhsimə, bəhsim dəruzədəyən bir bəhsidir. Bir dənə cavanlı, zindəcisində bir dənə, məsələn, qızı istəyir, verməklər. Ehsası bombəsdir, deyə özümü öldürəcəyəm. Ya bir məsail-i maddidə şikəstlə rübəru olayım, ticarətində şikəstlə rübəru olayım, deyə özümü öldürəcəyəm. Ya ənvai məsaili ki, camiədə insanın qabağına gələk də, qabağa gələk bir ləhzə tərəf bombəsdə çatayım, deyə özümü öldürəcəyəm. Və özüm vurdu, öldürdü. Sualım budur, ya o özün öldürdü, ya mərkəbini öldürübdü. Özünü öldürməyib. O bombəstə də hənuz da bombəstədir. Mərkəbini öldürdü.
O bir xəşin, əsəbani bir adamdı, hənuz da aləm-i bərzəxdə əsəbani dayanıbdı. Çə bəsa aləm-i bərzəxdə də indi özünü öldürük. Çünki o sifətlə dünyada gedibdi. O cür dünyadan gedibdi. Aləm-i bərzəxi insan da təməssüldür əndişə insandan, əxlaq insandan, əməl insandan. Aləm-i bərzəx, aləm-i təməssülatdır. Mümkündür bir dənə meyyitin neçə halda yuxuda görəsən. Bir dəfə giriftar, bir dəfə azı, bir həsəbi əmal-i dünyada əncam veribdi. Bir dəfə gözəl görəsən, bir dəfə görəsən bir əməllərində giriftardır. Çünki aləmi təməssülatdır. O adamı ki özünü öldürəydi, istədim özümü öldürüm, hərgiz özünü öldürməyibdi. İnsan əbədidir. Həmişə var insan, baqidir. O cismin öldürübdü, mərkəbin dağıdıbdı. Elə bil o atın meydanda salıbdı. Əmir Əbdəvət gəldi Əmirül-Möminin qabağında, xurundan atın peylədi. Atın üstünü olsaydı qaçıb keçərdi yenə poldan. Keçəmədi, özü də öldü. İnsani ki bombəstə çatı xudkoşi eləyib, bu unvanı misal ərz eləyən, o həmişə bombəstədir. Heç vaxt bombəstdən çıxmadı. Bombəst əbədiyə getdi. Əbədiyyətdə elə bir insan əsəbani bu aləmdən getdi. Həmişəli bir insan bu aləmdən çıxdı. Gərək indi bu əbədiyyətdə tərbiyyət ola. Məsələn, cəhənnəm otu ilə tərbiyyət eləyə pərvərdigari aləm. Tazə əhli iman olsa, mömin olsa, salavat bər Muhammedə. Pəs buna baxıysan, bu aləmdə insan gərək bu həqiqətinin xidmətində ola. Bu insanı ki, o cür özü ilə o cür rəftar eləyək, o fikr eləyək ki, pərvaz eləyəcək, üçdü. Nə üçməyibdir? Özün bəndə salıbdır. Mərkəbin əldən verirsən, qanadın əldən verdi. Pərvazın əldən verdi, üçməyin əldən tutardı. Və cəalna min beyni əydihim səddən və min xəlfihim səddən fəxşəynahum fəhum la yubsurun. Onun qabağında da sədd var, dalında da sədd vardı. Əslən düşürdü pərdiyə, fəhum la yubsurun. Əslən heç nəməni görə bilməz. Diqqət edirsən ki, mərhumi Şeyx Həsənəli Nəxudəçinin halında nəql eləyirlər ki, qəbristanda bir qəbristə dayanıb təəccüb eləyirlər, niyə dayandın? Deyir, sahibi bu qəbr dünyada xiyar satardı. İndi ki 40 ildir ölüb, yenə aləmi bərzəxdə fikr eləyib xiyal satandı. Yəni xiyalın tərbiyyət eləməyibdi. Xiyalın bənd eləyib aləmi bərzəxdə dedi, indi səslənək, xiyarı səbz darəm, hənuz doyəmməy, fikirli xiyar satıq. İnsanın həqiqəti, insanı boş demək. O adam ki özünü öldürək, əlan aləmi bərzəxdə də bu haldadır ki özünü öldürək. Deyir ki özündən çıxıb. Bu mərkəbi gərək minəsən, çapasan bu mərkəbi. Allah buyurur, behtərin əməli ki o əməllə insan mənə yoxunlaşa bilər, təqarrub bir pərverdigarı aləm tapa bilər, məşyidi, piyadə yeriməkdir. Amma o piyadə yerimək ki, Allah üçün insan yeriyə. Bir dəfə məscidə yol yeriysən piyadə. Bu məş təqarrub pərverdigarı aləmdə insana qurub gətirir. Evindən durub hər qədəmi götürəysən məscidə, qədəm götürəysən nəmaz cəmaətə, nə qəd savab yazılıb hər qədəminə. Bu məşyid piyadə yeriməkdir. Piyada yol geriyəsən, Kəbəni tavaf eləysən, məşyidir. Kəbəni tavaf eləysən. Amma üzəldə insanı. Qahi qaçaysan. Qaçmaqda insanı Allaha yoxunladı. Amma səmt-u suyu qaçmağı gərək nəzər alasan. 2 nəfər aləmdə qapıya tərəf sürətlə qaçaydı. Züleyxa ilə Yusuf ikisi də qapıya tərəf qaçaydı. Biri ücələydi, biri suqut eləydi. Amma hər ikisi qaçaydı. Görürsən, aləmdə qaçmaqların nə qədər bir-birinə fərqi var? Hər ikisi qaçaydı. Bezahir hər ikisi dəvəndədirlər. Müsabiqə qoyublar, hangisi tez qapıya çatacaq? Birinə deyilər, gərçi hiç rixne nist der aləm pədid.
xirə Yusuf var mi baید دوید. Gerçi heç qapı açıq deyil aləmdə, amma Yusuf təki sənlə heyran qaç. Allah qapını üzü açar. Hər ikisi qaçdı. Biri şəhvəti qaçır deydi, birinin şuhudu qaçır deydi. Nə qədər fərq var? Həmmət bihi və həmmə biha lawla an ra'a burhan rabbihi. Züleyxa qəsd Yusuf elədi. Dedi, hərçi badabad. Hərçi badabad. Eşq adamı kör elər. Xob bu şey yu'mi və yusim. Əmirül müminin buyuruyor. Bir şeyə çox əlaqə bağladın. Həm səni kar elər, həm səni kör elər. Kör elər də həqiqəti görməzsən. Kar elər də hər sözüsünü eşitməzsən. Nə qədər Yusuf dedi, məazəllah, məazəllah. Pənah aparıyam Allaha. Mən məqamda məndən bu xiyanət baş verə. Amma Züleyxanın başına girmədi. Həmmət behi. Qəsd elədi Yusuf dəri. Allah burayı və həmmə biha lawla an ra'a burhan rabbi. Əgər Yusuf da sahibi şuhud olmasaydı, Allahı görməsəydi, Züleyxaya baxardı. Çün Allahı görəydi, üz qoydu qapıya qaçmaya. Hər ikisi qaçdılar. Allah bilir, qah İmam Mətalib deyəm, bilməksiniz ki, qəlbimdə istəyəm bilir, öləm. Nəcür axı insan bu aləmdə nəcür yaşayar? Adam bu cür yaşamağın ərzisi var da, Yusuf kimi aləmdə yaşayasan. Qaçasan Allah, vəllə bu dünya nə dərdə deyər? Bu dünyanın şəhvətinə yıxılasan, puluna yıxılasan, riyasətinə yıxılasan, malinə yıxılasan, ənva-i ləzaizi ki, dünyada gələk, onun qabağında insaniyyəti satasan. Nə dərdə deyər? Özü satasan onun qabağında. Hər ikisi qaçdılar, amma fərq var beyni qaçmaq və qaçmamaq. Hər ikisi qaçdılar. Vəli o məqamət satanda qapını Allah Yusuf üçün açdı. Açdı Yusufu, ta Züleyxanın əlindən çıxdı, amma gördülər, Əziz-i Mis dayanırdı. Hala Züleyxa özün tocih eləyir, amma Yusufun da Allahı vardı. Bir uşaq orada dilə gəldi, anasının qucağında şəhadət verdi, haqq Yusufləndir. Dedi, baxın, İnkana qəmisu quddət min dubur, bax ki, əgər köynəyi Yusufun daldan cırılsa, Yusuf düz deyil, Züleyxa yalan deyib. Əgər qabaqdan cırılsa, Züleyxa düz deyil, Yusuf xiyanət eləmişmiş, cırılıb əlində Züleyxanın. Baxdılar, gördülər, köynək qaçaymış, dalindən cırılıb. Ondan Əziz-i Mis dedi, ya Yusufu əriz ən haza. Yusuf, bunlardan da uzaq ol ginən. Ondan Züleyxaya dedi, vəstəğfiri li Rabbik. İstiğfarla günahkar sənsən. İnnə keydəkun nəzim. Çatdı da Yusuf. Çatdı hala, sonra Yusuf zindana gedib nə olub da onun qəşəng biləysə hər mərhələsində bir fəlsəfəsi vardı. Bir hikməti var. Mənim sözüm budur ki, bu aləm həsti insan üçün cayı yeriməkdir, yerimək yürüdü, yeri, piyadə yeri, səvarə yeri, amma Allah tərəfinə yeri. Gərək Allah tərəfinə yeriyəsən. Piyadə yeriyəsən yeri, səvarə yeriyəsən yeri, amma Allah tərəfinə yericinən. Qaç Allah tərəfinə. Allaha xatir tərrəcinən. Hətta alnımızın tərinin bir-birinə fərqi var. Tərlə tərin fərqi var. Adlı tərriyəsən, Allah üçün təkan yeyib tərriyəsən. Yorulmağımızın fərqi var. Xiyabanda qaçıb yorulasan, ya gecə namazının səcdəsində yorulasan. Hər ikisi yorulmaqdır. Amma fərqi var bir-birinə. Birində insan üçey, birində insan batey. Bu zığa düşey insan. Palçığa düşey insan. Dedim, o ərəq-i cəbindən ərəq-i cəbinin fərqi var. Allah xitab elədi, ya Musa, sənə mən nemət vermişəm, şükrün yerinə gətirginən. Nə nemət veribsən? Allah buyurdu, sənə nemət verdim, səni kəlimullah elədim. Musa, bunun şükrün yerinə gətirginən. Dedi, şükrün nəcür yerinə gətirim? Nemətə görə şükr eləyəsən, amma nemətində məratib var idi.
mərahil var idi. Hər əndazə nemətə yaxşı şükürləsin, o Allahın vədəsidir. Ləzidənnəkum. Hər nemətül artıracaq. Əgər 2 rəkət tövfiq tapdın namaz qılmağa, axırında bir səcdə-i şükrlə 4 rəkədə sənə tövfiq verəcək. Heç getdikcə tövfiqi artıracaq Pərverdigar-ı aləm. Bu aləm bu cüzdür. Nizami Allah bu cür qurubdur. Dedi, nə cür şükür eləyim? Dedi, mənim Həbibimi sən də istəcinən. Bir də tövhid maarifində sabit qədəmdir. Bir dəfə Allah dedin, Allahda, ikinci dəfə təzəzzülün olmasın. Əl-ləzinə qalu Rabbunəllah summəs təqamu. Onlar ki, deyirlər, Allahu Rəbbi, sonra da möhkəm dayanı eylər. İstiqamət eləcinən. Allahın məsirində sosluq eləməcinən. Dünya əhli nə dey desin? Nə dey desin? Allah deyib, sən dayan. Hər nə Allahın əlindədir. Kəsi aləmdə qarı döyür. Vaxtı ki, ürəyin bu həqiqəti bavər elədi, qəlb qapıları açacaq Pərverdigar-ı aləm üzvə. Pəs, biri budur ki, axırı zamanda mənim məhbubum gələcək, onu istəcinən. Tövhiddə möhkəm dayan. Dedi, Xudaya, o kimdir? O sənin Həbibimdir. Həzrəti Əhədiyyət budur, Peyğəmbər axırı zamandır. Təriflədi, ondan Musaya bu cümləni dedi. Musa, səni onun alnının, tərinin bir qətrəsindən xəlq eləmişəm. Bilirsən, tərlə tərin nə fərqi var? Musa, səni onun alnının bir qətrə tərindən xəlq eləmişəm. Sənə qurban ya Rəsulallah. Kimsən sən? Ki biz sənə ümmət olmuşuz. Biz sənə ümmət olmuşuz. Ya Rəsulallah, səni ki biz tanımadıq. Ya Rəsulallah, dünyaya batil hakimdir ya Rəsulallah. Ya Rəsulallah, Hasan oğlun gələr, on ilə səni tanıyaq. O ayini nümayi Peyğəmbərdir, xatəmül osyadır, o xatəmdir. Xatəmlə gərək xatəmi tanıyasən. Nəcür tanıya bildik səni? Gərək bir ayini ol, o aynədə baxaq da sənə. Sən xatəmsən, oğlun da xatəmdir. Sən xatəmül ənbiyasən, o xatəmül osyadır. İkiz də xatəmsiz. İkiz də muhr-i xətmi tamamı həqaiqi vurubsuz. Amma o vücud səni bu aləmdə görsədəcək. Kimdir? Peyğəmbərə Musaya buyurdu, ya Musa, o bir kəsdir, onun ərəq cəbinindən səni xəlq eləmişəm. Alnının tərindən. Aləm ondan xəlq olunubdur. Musanın səhmi olubdur, səlamullah aleyh. Nizam-ı afərinişdə. Görəysən, tərlə tərin nə fərqi var? İşləməklə işləməyin nə fərqi var? Əl-qad li əyalihi kəl-mücahid fi səbilillah. O kəsi ki, ona xatir işləyir ki, ailəsinin abrusunu hifz eləsin, xanavadəsinin abrusunu hifz eləsin, öz şəxsiyyətini hifz eləsin, öz izzət-i nəfsini hifz eləsin, mömin kəl-mücahid fi səbilillah. O adama bənzək ki, meydan-ı cəngidə şəmşir vurub, başının üstündən şəmşirlər keçir. Allaha tərəfə getmək nə cürdür? Qay adam deyil, nə asan Allah tərəfinə getmək. Amma diqqət elə çox zərifdir. İnsan gərək o qədr xiyalatın təthir eləyə, tamam qaçmağı aləmdə Allah üçün ola. Tamam yeriməyi Allah üçün ola. Məşşi, yəmşəvnə ələl ərz xovna. Allah üçün yol yeryüzündə qədəm götürmək. Oradadır ki, neymətlər hey töklə insanın kəlləsinə. Qət olmuyor Allahın neyməti. Çünki vaxtı ki, sən aləmdə balaca piyada yeriməyin Allah üçündür, Rəbbin üçündür. Məlumdur ki, sən
Zakir həqqsən, Allah yadından çıxmayıb. Allahın nemətləri yadından çıxmayıb. O da deyirlər, bu xiyalı tədhir elə به قول مولوی deyil. چون خیال آمد و در تو نشست هر کجا که می گریزی با تو هست. خیالات های نگاشتم خیالاتون سننده بس bu خیالاتو الهی eləcinən. تو نتانی زان خیالت وارهی یا بخسبی تا از آن بیرون رهی. یاسون da خیالاتون سننده. Xiyal ziba sənə yaxşı yuxu görsədik, xiyal bəd sənə pis yuxu görsədik. Xiyalı gözəl eləyəsən aləmdə, fikri gözəl eləyəsən aləmdə. Əlləşəsən ta ki məqsəd sənə pədid ola, məqsəd sənə özün görsələ. Pərverdigar aləm Qur'anda bir dastan nəql eləyib. Ata ilə oğlanlarının dastanı. Bir atadır, 5-6 dənə də oğul. Ta ata var, ata dindar adamdır, mütədəyyim bir adamdır. Bağ becərik, bağına yetişik, abad eləyik bağın, bağı meyvə gətirik. Allah bərəkət verib bağına. O da bağının qapısını açıq qoyur. Hər vaxt istəyib bağının meyvəsini dərə, car vurayıb təbiri mənə. Hər kəsin ehtiyacı var gəlsin. Hər kəsin ehtiyacı var gəlsin. Quran burayı lən tənalul birrə hətta tunfiqu mimma tuhibbun. Məqam-ı birrə çata bilməzsən, əbrardan ola bilməzsən, məgərin ki istədiyindən keçəsən. İstədiyindən keç. Cavanlıqda insanın gölü istəyir gəzə, yiyə, diyə, gülə, kefin çəkə. Ondan keçsən, keyf tohidə çatarsan, ləzzəti tohidə tapa bilərsən. Və ilə özü meyli cavanında xilas elədin olmaz. Bu meyllərdir ki dava yaradı insanın camiyyəsində. Biri meyli batil olayı, biri meyli haqq olayı, hər ikisi meyli batil olayı. Dava yaradı, qırğın yaradı, niza yaradı. Bu meyləhay batildir, dədə ilə atanı bir-birinə salır. Bu meyləhay batildir ki, xanımla kişini bir-biri ilə dərgir edir. Amma görürsən meylin tənzim elədi Allah üçün, xiyalin tənzim elədi Allah üçün. Yatmağın, durmağın dava yoxdur ki. Allaha çatdın, mələkuta təvəccüh elədin, orada irtiqadır. Çünki yolun bombəsti yoxdur. Yolun deyir ki, bombəstə sızan, bundan oyuna getməli imkanı yoxdur. Yox, nə qəd geçsən yol var və ənə ilə Rəbbikəl müntaha. Amma dünyada bombəstə sızın. Bir də çatıysan, görürsən ki, burada qardaşı həsb eləməsin, bu mal əlvə gəlməyəcək. Yoldaşı həsb eləməsin, bu riyasət əlvə gəlməyəcək. Burada niza başlanır. Amma aləmi mənaya ki, gedəysən haq tərəfinə, nə qəd gedəysən get, la yətənahadır. Nə qəd seyr eləysən, Allah burayı fəstəbiqu, müsabiqə qoyun, qaçın, sibqət elün, sürət elün. Görəysən, liza aləmi təbiət, və bu marifi alın məndən, aləmi təbiət, aləmi tənazu bəqadır. Razı cəngələ baxıbsa, yəni cəngəl təkidir. Niza elə özü saxlacınən. Dəryada qəvi mahilər, kiçik mahiləri yeylər. Böyük balıqlar, balaca balıqları yeylər, ta biraz da böyüyələr. Əgər insan tohidə tərəf getmədi, fəqət fikri bu oldu ki, dünyasını abad eləsin, insan olacaq balıq. Hər şeydə gücü çatdı, onu yiyəcək, o özü böyücüyə. Ondan rişvəxarının qabağını almaq olar. Xahiş eləyəm, qazının hüququnu 10 milyon tümənirlər. Əgər qabağını ala bilsiniz, adam deyir, tərbiyyət ola. Pulun artıqmanında insan təşkil olur. Bəzi insanların nəsb nəslin cəmliyəsən ələn Somalidə acından cəmaat qırılır, onun sirvəti ilə onların hamısını aclıqdan nicat vermiyor. Amma genə sirvət cəmdir. Genə sirvət cəm, təş nədir? Bu özü əsirdir öz əlində, xiyalatının əlində əsirdir. Sən buna deysən, niyə doymaysan baba? O xiyalatı doymay ki, öz xiyalının əlində əsirdir. Bu aləmi təbiətə təvəccüh elədin, aləmdir ki, bombəstə çatıysan. Bombəstə çatdın, xiyalın sənə yol açır. Rəhmin sənə yol açır.
Vəhmidə insana batıl yolu açır, haqq yolu açmıyor ki. Ondan insan görürsən ki, aləmdə əlindən xəta çıxdı. Hala 2 oğuldur, dədə ali bir dədədir. Dədə mənəviyyətli bir dədədir. Be qolu bəzi buzurqan, vay olsun oğul işi dədədən dalı qala. Dədə bir mənəviyyət yolunca oğul deyə o mən gəlməyəm. Gərək dədəni keçəsən. Sən bir sərmayənin üstünə qoyasan. Dədun bir məscid ki, sən 2 məscid tikəsən. Dədun 10 nəfərə infaq edirsən, 20 nəfərə infaq edirsən. Dünya meydanı müsabiqədir, atoyu ket. Çün aton sənə bu sərmayəni bəqəl görsədir ki, 10 nəfərə infaq eləydi. Bu sərmayi pedəridir, varis ol ginən. Varis olandan sonra üstünə də biyyat cəmlə ginən. Elə oğul odur ki, atasını keçən, heç atasından dalı qala. Hünər buradadır. Hünər buradadır. Nəs bu cür ola? İnsan bu yola düşər ki, nəsli təyyiblisən, nəsli təyyib olmasa, Həzrət-i Nuh nifrin edir, ya Rəbbi, la təzər minəl kafirinə aləl ərz dəyyara. Kafirlərdən bir nəfər qoyməcdən yer yüzündə qala. Çün qalsalar, fasik, facir, kafir tolid eləyəcəklər. Yüzillu ibadəş. O qalan 5-10 nəfərdən mənə iman gətirib, onu da yoldan çıxardacaqlar. Yer yüzün fasil eləyəcək. Allah da bəla günlədi, hamısını oradan apardı. Bu aləmə insan bir bəhsimiz vardı ki, bəhsi xanavada bəhs edəcəm, vədə veriyəm, çatanmayəm. Aləmdə insan binay xanavada budur, insan nəsli təyyib bu aləmdə tolid eləyə. O nəsli təyyibi tolid eləməyə Allah insanda bir haləti ləzzət gərayı qoyubdur. Ta dalısıca qaçasən, özün təklinə qaçasən, istədiyin insan əli ilə gördürək. Amma hədəf budur, nəsli təyyib tolid ola. Nə nəzərdir də? Hala dədələri bağ cürreyib, Qur'an burey. Pərverdigar aləm burey. İnna bəlawnahum kəma bəlavna əshabəl cənnə. Allah burey, biz əhli Məkkəni imtihan elədik. Bu Allahın qanunudur aləmdə, imtihan eləyib pərverdigar aləmi. Ki insan özü görsəndə nəyi var? Əmirül-Möminin buyurdu, bəlanın 3 dənə fəlsəfəsi var insan zindəcisində bəla gəlsə. Əl-bəlaul liz-zalim ədəb. Bəla zalim insana gəlsə Allah üstünü tərbiyyət edir, çubuq vur ona. Bir ədəb. Niyə bir ədəb əyləşirsən bu aləmdə? Necə ata görəysən uşağına bir ədəbli ilə bir şillə vuruyor, onun məhəbbət şilləsi daha. Amma işte tərbiyyət eləyir, ədəb eləyə. Mümkün deyilən sənin yadıva düşər ki, bir dəfə at ondan bir sili yeyirsən, dürüst fikrində o silini vurmasaydı evim yıxılmışdı. O vaxt narahat oldum, amma sonra adam ki, evim yıxılmışdı, o sili mənə dəyməsəydi. Əcəb, məsələn, filan kəslə rəfaqət edirdim, onun başını daratdılar ha. Mən də qoşulacaqdım, oraya 2-ci nəfərdə başına dar keçən mən olacaqdım. Adam bilməyir ki. Əmirül-Möminin buyurdu ki, buyurdu Həzrəti Əmirül-Möminin, İnnəl bəlaəl zalim ədəb. Bəla zalim insana gəlsə, istəyə onu tərbiyyət eləyə, ədəb eləyə. Vəlil-mömin imtihanın, mömini imtihana salıyıq. Görək bu bəlada cəzə-fəzə eləyik, Allah yadından çıxıyıq, Allahdan razı oluyuk, ya Allah'a etiraz eləyik. Allah'a etiraz eləyirsən, niyə mənlə belə elədin? Mən məscidə gedən idim, mən oruç tutan idim. Allah'ın ki, sənin niyazı var, orucda Allah'ın nemətidir, rəhmətidir, isə səni tərbiyyət eləyə. İhtiyacı var sənə. Həmi aləm dönsünlər, kafir olsunlar. Nənişinət bərdaməni kibriya yeşgər, onun ətəyinə toz düşər. Qəniyyün ənil aləmin. Qənidir zat-ı rububiyyün. Ona ki bir şey yoxdur. Bəli, Allah, elə mən də məşğulun da baxayım, görüm, saat tez-tez gedib deyim. Baxayım, pəşimanlı bu saat niyə tez-tez gedibdir? Qabağım, gəlib vəsata. Saat budur. Salavat ver Muhammed alım. Xub, bir dənə də yaxşı salavat hədiyə eləyin. Allah. Qiyamət elədiniz. Qiyamət elədiniz bu salavatla. Allah əcrin versin, Allah verəydə. Kulli afərinişdir salavat. Sən salavat aləmi hərəkət veriksən. İnsanın ürəyi yor yeri. Hala, ata qəşəng atadır, nemət Allah verib, nemətin şükrün yerinə gətirik.
Bir nemətin şükrin infaq eləməkdir. Hədisdə vardı ki, İza bəxələl qəni bi malihi ba'əl fəqir axirətəhu bi dünyahu. Əgər puldar adam malində bil olsa infaq eləməsə, onun əsəri budur, fəqir də axirətin dünyaya satar. Fəqir də olar oğru. O da nəticəsi. O pullar da onun günahında şərikdir. Bir vəzifəsini əncam verirdi və fi əmvalihim haqqun lis-saili vəl mərhum. Quran buraya əhli təqva olardı ki, öz əmvallarında bir səhmi, sailə və məhrum insanlara atışıblar. Deyirlər, mənim deyil, məhrum insanlarımdır, fəqir insanlarımdır. Hala bu oğlanları, ataları öldü. Öləndən sonra 5-6 qardaş cəmləşdilər. Dedilər, bizim atamız bizi fəqir elədi. Nə qədər mal Allah yolunda infaq eləyib. Və belə mallı, olmasaydı bağımız 2 bağ olmuşdu. Evimiz məsələn 5 ev olmuşdu. Nə olmuşdu? Bəli. Müzayənə getdə biləxərə insanın xiyalatıdır. Nəqşət çəkir, bilmir hər nə Allahın əlində. Dedilər, düz deyəsən, nə eləyək? Dedi, bağı gətiribdi, amma bizər gecə ilə gedib bağı biçəcək, füqaraların xəbəri olmayacaq. Heç kəsin, la yəstəsnun. Dedi, əslən bir nəfər fəqir xəbəri olmasına, hamısını biçəyin, hamısı özümüzü. Fəqir kimdir? Özümüz rahat. Görəysən bəşəri, ondan Allah buraya top bu cür niyyət elədilər, bizim də niyyətimiz söndü. Fətafə əleyhim taifun min Rəbbik. Gecə vaxtında bir neçə mələk orada çığırlandılar. Bir balaca işarəlidir, bağ yandı, torpaq oldu. Torpaq oldu, torpağa təbdil oldu. Fəsarət kəssərim. Ayi Quran kamilən zehindədir, o qisməti kəssərim, yəni oldu qərə torpaq tək. Sübh qardaşlar durdular, bir-birlərini çağırdılar. Ay qardaş, yavaççılar da çağırırlar. Yavaççılar, yətəxafətun. Xəbəri olmasın, qonşular zat bilər. Gələysən ki, əvvəl sübhdə gün çıxmamış, meyvələri cəmləyəyin, işlərimizi görəyin. Ondan gecə yavaş-yavaş qədəmlərini götürüb bağa çatdırıb, bağın qapısını açdılar. Ondan dedilər, gecə iştibah gəlmişik qaranlığa. Burada bağ yoxdur ki. İştibah gəlmişik qaranlığa. İnnan ləzallun, yolu itirmişik. Vəsətdəhi qardaşlara biri var, dedi, yolu itirməyibsiniz, Allahı təsbih eləyin. Allahı təsbih eləyin. Ondan biraz baxdılar, dedilər, bəl nəhnu məhrumun. Biz istəydik özgələri məhrum eləyək, özümüz məhrum olduq. Necə o niyyətimiz özümüzə qayıtdı? Öz niyyətimiz özümüzə qayıtdı. İstəydik özgəni məhrum eləyək, özümüzü məhrum elədik. Biraz fikr elədilər, ondan dedilər, vay bərma, biz zalimük, bəl nəhnuz zalimun, biz zalimük. Biraz fikr elədilər, dedilər bundan yuxarı, biz bəlkə toğyangəri fir onun yeryüzündə, sənin məhzərində nə cəsarət eləmişik, pərverdigar aləm. Amma onların gözəlliyi buradaydı, başa düşdülər. Başa düşdülər, dedilər, anlamamışıq, sən bundan da gözəlin bizə verərsən. Sənin əlindədir, sən bundan da gözəlin bizə verərsən. Kimdə aləmdə bir qarə? Qaçda, qaç alasan, qalma dalın. Qaç, qafilədən qalma dalın. Bilirsən Allah verdiğini, amma nüşdə buradadır ki, pərverdigar aləm orada bir haləti tənəbbuh yarattı. Əmir əl-Muminin burada əşəddül qusəs, fautul fürəs. Şədidlərin qüssələr. Ki ondan yuxarı qüssələr yoxdur, odur ki, fürsətlər əlindən gedə. Fürsətləri əldən vermə. Birdən gördüm, neymət söylədən, əstəxfirillah Rəbbi. Anlamadım Allah. Anlamadım Allah. Allah'la muamele ederken. Esselamu aleykum ya ahle beytin nübüvvet ve muzer sâle ve muhtelefel melaike ve mehbetel vahy ve madinel rahme
ve Huzzanel ve Muntal. Allah Zeynep'i ne kadar kaçtı Kerbela. Ne kadar kaçtı Kerbela'da. Ona xatırdı da Allah, ona xatırdı ki İmam Hüseyin Zeynep'den ayrıləndə deyib, bacı, gecə namazında məni yaddan çıxartma. Məlumdur, gör nə xanımdır, izzətə bax, izzətə bax. Vaxtın karvanı cəmlədilər, istəylər Kufiyə yola salalar. Karvanın yolu nə vəzilədilər, gətirdilər qondalı qətli qaydı. O məhəllatədən iki cənazə-i şühəda cəm idi, tək-tək karvanı o məhəllə ilə gətirdilər. Belə nəql eləylər, qaid eylər özləri istədilər. Bəzi nəqli də var, yox, istəydilər ürəklərin yandıralar. Vaxtın ki mərhəbin bacısını gətirdilər meydandan, Peyğəmbər buyurdu, hardan gətirdin Səlman? Dedi, qardaşının cənazəsinin yanından keçirdim. Peyğəmbər narahat oldu. Buyurdu, niyə bunun ürəyi yandırıbsan? Ya Resulallah, balaları gətirdilər qodalı qadın. Ağa dəvələrdən töküldülər yerə, herkes istədin ağdar eydi. Zeynep də öz məşuqın ağdar eydi. Ey səslədin hardansan üzün qayırda. Ay 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 ay, o qodalə o qəddaş döymüşdülər, xəncər tikəsi bəlli döydü cənazə, əlamət yitirmişdilər. Xanım gedəydi, çıxaydı təlli Zeynəb, ya oradan bir baxaydı. Deydi, axı mən buradan baxanda orada bir qodal var idi. Diyəm də, bir dəfə Tehranda bir nəfər var idi, ona dedim, mən gedək təlli Zeynəbiyə də mənə roza oxucunən. Dedi, can üçün bir dəfə getmişəm, ölmüşəm, orada gedə bilmərəm. Dedi, cürət eləyə bilməyəm, mən ora gedib roza oxuyam, oraya gezsəm ölləyəm. Ey getdi qayıtdı beyni səhnici şahı beyni səfavı mərvə səyilə qodalinen təlli Zeynəbiyə. Hacilər təki, Hacər təki xanım 7 dəfə qeydib qaçıb. Sonra dayandı elə qəlbi çırpınaydı sinəsində. Mərhum şuşləri belə nəqlili deyaləmi mənada Abdullah Hüseyin bir baxdı Zeynəbin qəlbinə. Gördü əgər cavab verməyə Zeynəb ölməlidir. Aləmi mənada səs yücəldi. Uxaya, uxaya iləyə. Ay bacım, əzizim, yaxın gəl. Gördü o qodalidən, həmin yerdən səs gələk. O nuxtədən, oradan səs gələk. Bu daşları vur bir kənara baxdı. Gördü o qədər daş töküblər. Xəncər dikəsi, daş dikəsi, ox dikəsi. Vurdu təkdən kənara. Birdən gözü düşdü bir cənazəyə baxdı. Gördü baş bədəndə yoxdu. Ay 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 ay, haləti təəccüblə dedi, hardan tanıyım sən mənim qardaşımsan. Cənazəni təqam verdi, üzün çördü Mədiniyə, vay Muhammed ay ay, vay Cəddə ay ay, vay Cəddə Haza Hüseynükə. Babu senin sinende yatan Hüseyin kan içinde yatan.
Mazlum Hüseyin. Allah lanetim var. Yalan sözlerinde eser yok. Fatıma Yusuf'umdan haber yok. Yalan sözlerinde eser yok. Aşırada bir haber yok. Geldi bu cümle çelmenirse. Kalbi yavaş yavaş bağırsan. Evvel Allah'ın tavrını anlatıyor. Hayır bağırsan. Yalan sözlerinde eser yok. Aşinada bir haber yok. Geldi bu cümlede gitti Allah'a. Fatıma Yusuf'umdan haber yok. Ay ay. Unsa güllerine endaze solsun. Kalpler doymadan ile dolsun. Geldi bu cümlede çelmenirse. Gül sayacak diğer olsun. Hayır zavada, hayır zavada, hayır zavada, hayır zavada. Zikrullahi şu anda bir tane dağıtacağız. Safaşı alacağım. Gel bu İslam'a sen taze can ver. Mektebe dönmek, came dönmek. Kara kökleklere gelsen. Gel be Zehra bir tez gel inşallah. Gidersin esin yâre. Çıktı Zehra'ya bir mezar. Sen Allah biazet olma. Nişanlıkla ısrarı verin. Celalinde o şey olacak. Kaymış olacak. Esmer-i zade şu sefalı üstadım yazlar. Acayip yazlar. İnşallah gönlüm hakim olsun. Ben benim kenarında o şey olacak. Beynel halinde o şey olacak. Bir de diyecek. Mih edersin esin diyare. Cehdi Zehra'ya bir mezar. Evvel Xan Xadice'nin yoluna Fatih. Ben yoxlamışam cəmzəl balayı. Xanım qalıb qapılar
O qapının barəsindən bir yana yaxşı qalsa. O qapının barəsindən bir yana bir həkim var o eyləmə. Xəbərləy Fatimə bugün hanım geçəcək. Fatimə var ki yarəlidir. Fatimə var ki yerlik olubdur tey namaz qılarlar. Bir cüce diye gönlü Fatıma seni şöyle Allah bizim kapıda boşaltan ömrümüzün